Faylın tam adının düzgün ardıcıllığı aşağıdakılardan hansı ola bilər? Faylın tam adının düzgün ardıcıllığında ən əvvəldə hansısa bir qurğu qismində baş kataloq dayanmalıdır. Yəni ilk əvvəl gəlməlidir C diski, yəni 2. 2 ilə olmayan digər variantları çıxıram və burada C-dən sonra 2 nöqtə və slash olduğuna görə bundan sonra gələn qovluğun qarşısı slash-la başlamamalıdır. Yəni 3 və ya 5-dən biri ola bilər. Əgər hansı olacaqsa, məsələn, 5 olacaqsa əgər 5-in sonunda slash olmadığına görə 5-dən sonra gələn qovluq artıq slashla başlamalıdır və bu halda deyirəm 5-dən sonra 3 ola bilməz. Bu variantı çıxıram. Və digər variantlara əsasən qərar verirəm ki, 2-dən sonra 3 gəlməlidir. 3 informatika qovluğudur. Və bu ən sonunda bitir slashlə. Və müvafiq olaraq belə deyirəm. Bunun sonunda slash olduğuna görə 3-dən sonra gələcək qovluğun qarşısı artıq slashlə başlamamalıdır. Onda avtomatik olaraq 4 də yanlış cavab olur. Deməli, ondan sonra 5 gəlməlidir. 5 belədir mövzular və 5-in sonunda slash olmadığına görə deyirəm 5-dən sonra gələcək olan artıq slashla başlamalıdır. Yəni olacaq 4, bu slashla başlayır testlər və 4-dən sonra 4-ün sonunda slash olmadığına görə 4-dən sonra gələcək slashla başlamalıdır. Yəni 6 gələcək, bu ehemdir və ən sonunda bu artıq faylda genişlənməsi olmalıdır. docx-dir. Deməli, doğru ardıcıllıq belədir. 2, 3, 5, 4, 6, 1.